Hər vaxtınız xeyir millət, habıcına qədər istifadə elədiyim ən gözəl robot toz soğranı sizə təqdim edirəm. Dünyanın ən güclü robot toz soğranlarının Roborock'a məxsus olduğunu bildikdən sonra elə endirimlər ikən bir dənə Roborock S8 əldə elədik. Qutudan çıxdı bir dənə silici başlıq, robot toz soğranın özü və şarj stansiyası. Qəşəng yeni zadı hazırladıq. Telefonda proqramın yazıb kodladıq, başladı öyün xəritəsini çıxarmağa. Bir şey deyim ki, bu bizim 3-cü robot toz soğranımızdır və mən ilk dəfədir ki, belə sürətli və stabil xəritə tərtib edən toz soğran görürəm. Özdə şarj stansiyasına da qəti fikirləşmədən promoyib oturur. Xalçanın üstünə yapışan fıstıq qabıqlarını tökdüm. Bu toz soğranın 6000 paskal soğurma gücü var, indi bir dənə baxın. Çox super və tərtəmiz bir şəkildə yığışdırır. Təbii ki, bu məsələdə də 2 qat kauçuk fırça sisteminin də çox böyük əhəmiyyəti var. Həm qəşəng təmizləyir, həm də o ənənəvi tökülü şotkalı fırçalar kimi saçlara dolanmır. Bundan əlavə döşək zad da düzəltmək olar. İndi su çəni qəşəng su ilə doldururuq, sonra da mop bezini taxırıq. Proqramından su fıskırtma yoğunluğunu təyin etmək olur. Qəşəng göndərdik, getsin bir metlaxla azadı silsin. Gördüyünüz kimi silib çiçək kimi eləyir. Burada sok dağılıtını onu da təmizləyəcək. Özdə bunun mop parçası vibrasiya eləyir deyə yeri daha dərin və qəşəng təmizləyir. Sulu təmizləmə rejimində xalçaya çatanda parçası özü avtomatik həblə qalxır ki, xalçanın üstünü su eləməsin. Əla funksiyadır. Ümumiyyətlə proqramda təyin eləmək olur, xalçalardan yan da keçə bilir. Hündürlükdən yerə düşməsi, aşması kimi bir problemi yoxdur. Çünki yanlarındakı sensorlar buna imkan vermir. Öz süni intellekti sayəsində müəyyən əşyaları tanıyıb, onlara toqquşmadan da yan keçə bilir. Yəni birdən evcil heyvanlar ozad olsa, onları sürüb aparmayacaq. Vallahi inanın səmimiyyətimə, bu toz soğran bu günə qədər mənim istifadə elədiyim ən gözəl robot toz soğran oldu. Həm güc olaraq, həm də işləmə stabilliyi sadəcə möhtəşəmdir. Həqiqətən də tərifləndiyi qədər var imiş. Özdə Texnomda əlavə orijinal aksesuar dəstləri də satılır. Lazım olsa əlavə bezlər, fırça, sonra ikili kauçuk fırçaları, filtr filan hər şey var. Roborock S8-in Azərbaycandakı rəsmi distribütoru Texnohomdur. Hal-hazırda 50% indirim var. Kim fürsətdən yararlanmaq istəyir, tələsin.